Daxili İşlər Nazirliyi ilə Elm və Təhsil Nazirliyi birlikdə məktəblərdə monitorinqlər aparırlar. Bu monitorinq prosesi həm də ona xidmət edir ki, biz baxaq, uşaqlar hansı qadağan olunmuş əşyaları məktəbə gətirirlər. Orada ağlımıza gələn müxtəlif vasitələr ola bilər ki, uşaqlar özləri ilə gətirir. İlk baxışdan onun qadağan olunmuş əşya olduğu görünmür. Məsələn, misal gətirim, daraq formasındadır. Düşünürsən ki, saç daramaqda, amma bu darağı açılanda bu təəssüf olsun ki, bıçağa çevrilir. Yəni, bu halları aradan qaldırmaq üçün, məktəbdə o təhlükəsizlik mühiti formalaşdırmaq üçün monitorinqlər davam edir. Yalnız Daxili İşlər Nazirliyi ilə Elm və Təhsil Nazirliyi deyil, biz bilirik ki, məktəblərin özlərinin rəhbərliyi də, heyəti də bu zaman-zaman bu monitorinqləri həyata keçirilir. Bizim əməkdaşlarımız da təbii ki, bu monitorinq prosesində iştirak eləyirlər. Amma bizim heç birimizin ağlına gəlməzdi ki, 286 nömrəli məktəbdə olduğu kimi bu yandırıcı vasitəni onlar termosa töküb gətirə bilərlər. Demək, nəzarət yalnız məktəb daxilində çantaları yoxlamaqla deyil. Eyni zamanda bizə burada mütləq surətdə valideynlərin də nəzarəti lazımdır.